Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve nefa'na bima allamtana inneke entel alimul hakim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Alemlerin Rabbi olan Allah'a həmd olsun ki, bizi nəsib eləyir, müvəffəq eləyir. Xeyir üzərində cəm oluruq. Allah Taala'dan istəyirik ki, Allah Taala qardaşımızın malına bərəkət versin. Allah Taala xeyirli ruzu versin, artırsın. Allah Taala öz nemətlərindən bizi, həmçinin qardaşı məhrum etməsin. Bütün nemətlər Allahdandır. Şək yoxdur ki, bütün xeyirlər, nemətlər, müvəffəqiyyətlər, gözəlliklər hamısı kimdəndir? Allahdandır. Rabbena atina fid dunya hasenə və fil axirati hasenə və qina əzabənnar. Allahdan həm bu dünyada, həm də axirətdə istəyirik ki, bizə bütün gözəllikləri nəsib etsin, müvəffəq etsin. Və Allah Taala bizi də, sizi də, bütün müsəlman kişi və qadınları cəhənnəmin əzabından qorusun. Sonra dəyərli qardaşlarım, qısa bir faydanı həm özümə, həm sizə xatırladım. Sufyan İbn Uyeyne rahimehullah, Əhl-i-Sünnə olacaq böyük alimlərdən olur, bilirsiniz. O bir nəsihət eləyir, qısa. Deyir ki, lə tətrukud dua. Dua eləməyi tərk eləməyin. Dua eləmək bilirsiniz ki, əzəmətli ibadətdir. Allahın əmridir, məsləhətidir Quran-ı Kərimdə bir çox yerdə. Allah Teala deyir ki, və qalə rabbukum ud'uni əstəcib ləkum. Rəbbiniz xəbər verdi ki, mənə dua edin, mən də sizə cavab verim. Başqa ayda Allah Teala bildirir ki, Bəqərə surəsində və idə səələkə ibədə ənni fə inni qarib ucibu də'vətə də'i də də'ən. Qullarım məni səndən soruşsalar, mən onlara yaxınam, çağırana çağırdığı anda cavab verərəm. Bu nə göstərir? Dualar boşa gedir? Yox. Dualar qəbul olunur. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə bizə necə dua eləyəcəyimizi göstərir. Bu dua məsələsi ki var, dəyərli qardaş, səhlənkarlıq eləmək olmaz. Bir çox insanlar dua eləmirlər Allah Taala'ya. Nə gizlində, nə məsələn məsciddə, nə duanın qəbul olunan yerlərində. Dua eləmək lazımdır. İsrarla çox ehtiyacımız var. Dua eləməyə çox ehtiyacımız var. Quran-ı Kərimdə baxsaz, Peyğəmbərlərin duaları var. Sünnəyə baxsaz, səhər axşam zikirlərinə demək olar ki, əksəriyyəti duadır. Duada səhlənkarlıq eləmək olmaz. Lakin necə eləmək lazımdır? İsrarlı şəkildə və bilmək ki, Allah Taala qəbul edəcək. Peyğəmbər sallallahu əleyhi və səlləm ki, "Ud'ullaha və entum muqinun bil icabə." Allaha duanızın qəbul olmasını yəqin bilərək dua eləyin. Dua eləyəndə qəlbində bir yəqinlik olmalıdır ki, mən nə istəyirəmsə, Allah onu mənə verəcək. Təbii ki, xeyirli şeylərdən. Çünki Allah vəd verib. Deyib, sən məni çağır, istə, mən sənin duanı qəbul edəcəm. Və lə in səələni lə utiyənnə. Hədisdədir ki, Allah Teala qudsi hədisdə, qulum məndən istəsə, ona mütləq verəcəm. Dua eləməyi tərk eləmək olmaz. Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatında ən çox elədiyi şeylərdən biri və ibadətlərdən biri Allaha dua eləmək olub. İsrarlı şəkildə Muhammed sallallahu əleyhi və səlləm, həmçinin peyğəmbərlər hamısı Allah Teala dua eləyərdilər. Şeyx buyurur ki, "Lə tətrukud dua." Dua eləməyi tərk eləməyin. "Və la yemna'ukum minhu ma ta'lamun min anfusikum." Özünüzdə olan günahlar sizə dua eləməyə mane olmasın. Etdiyiniz günahlar ki var, onların səbəbi ilə duanı tərk eləməyin. Bəzi insanlar görürsən günahlar var, günah hamıda var. Günah, əziz qardaş, hamı eləyir. Kullukum tuxti'un bil-leyli ven-nahar. Qudsi hədisdə Allahdır ki, ey qullarım, hamınız gecə gündüz xəta eləyirsiniz. "Və nəğfiru zunubə cəmiən." Mən də hamısını bağışlayıram, "Fəstəğfirun əğfir ləkum." Siz məndən bağışlanma diləyin, mən sizi bağışlayım deyir Allah Teala. Bu nəyi göstərir? Hamı günah eləyir. Kullu ibn Adəm xətta və xayru xətta'inə təvvabun. Başqa hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, hər bir Adəm evladı xətakardır. Xətakarların ən xeyirlisi kimlərdir? Tövbə edən. Sənin gördüyün insanlar hamının günahları var. Elə bilmə ən mükəmməl imanlı olan möminlərin günahı yoxdur. Onlarda da var. Sadəcə bəzilərini Allah Teala örtür, bəziləri üçün açır. Allah Teala ayıblarımızı örtsün hamımızı. Hətta təsəvvür edən sələflərdən biri deyir ki, "Ləv ənə liz-zunubi raihə mə cələsə əhədun ileynə." Təsəvvür elə. Deyir ki, əgər günahların iyi olsaydı, heç kim bizim yanımızda oturmazdı. Fikir ver.
Bunu deyən böyük alimlərdir. Onların da günahı olub. Biz də günah eləyirik. Günah eləmək bizi Allaha dua eləmədən yayındırmasın. Şeytanın hiləsidir. Şeytan vəsvəsə verir ki, sən çox günah eləyirsən. Günah eləyib sonra tövbə, günah eləyib sonra tövbə, günah eləyib sonra tövbə. Hətta bəzi yaxın insanların dillərindən eşitmişik. Deyirlər ki, mən düzəlmirəm. Allahı da bezdirmişəm deyir. Allaha sığınırıq bu sözlə. Allahı da bezdirmişəm deyir. Günah tövbə, günah tövbə, düzəlmirəm deyir. Biri deyir özümü öldürəcəm. Biri deyir həyatımdan bezmişəm. Biri deyir mən düzəlmirəm. Bilirsən niyə düzəlmirsən? Çünki sənin qəlbində Allaha bağlılıq yoxdur. Allaha bağlılıq olsa, Allaha sığınmaq olsa, fəfirru ilallah. Allaha tərəf qaçın. Şeytandan Allaha tərəf, dünyadan Allaha tərəf qaçın. Yəni dinə tərəf qaçın. Sən bunları eləsən bezməzsən. Və Allaha da bezdirmirsən. Elə bilmə Allaha bezdirirsən. Allahın o qədər qulları var ki, səndən öncə. Əsrlər öncə, səndən öncə qulları olub ki, Allah Teala'nın onlar Allaha şirk qoşurdular. Peyğəmbərləri öldürürdülər. Öz evladlarını diri-diri bastırırdılar. Allah Teala deyir ki, və idə buşra əhaduhum bil unsə zallə vəcuhu musvəddən və huvə kazim. Onlardan birini qız evladı ilə müjdələyəndə hekkəsindən üzü qaralırdı. Əsəbləşirdi ki, mənim qızım olub. Ar bilirdi onu özünə. Gəlib onu öldürürdü. Hətta bəzilərinin qızları böyüyürdü, aparırdı uşağı, sənə gəzməyə aparıram adı ilə aparanda qazırdı yeri ki, onu bastırsın və bastıranda o uşağı atırdı quyuya, qumu tökə-tökə diri uşağın üstünə uşaq deyirdi ki, ata üstün bulaşıb, ayağın bulaşıb, paltarın bulaşıb, təmizləyirdi onu. Necə zülmət, necə rəhmətsiz adam olasan ki, o anda da evladını bastırasan. Lakin baxsan, belə adamlara Allah necə xitab edib? Ya ibadi. Allah Teala xitab edib ki, qul ya ibadiyyəllədinə əsrafu alə ənfusihim. Qullarıma, o qullarıma ki, günahlar eləməklə öz nəfslərinə zülm edirlər. Lə təqnatu min rəhmətillah. Allahın rəhmətindən ümid üzməsinlər. İnnallaha yaghfiru zunubə cəmiə. Niyə? Çünki Allah bütün günahları bağışlayır. Vallahi elə bir günah yoxdur ki, o Allahın rəhmətindən böyük olsun. Yox. Allah onu da bağışlayacaq. Allah Teala rəhm edən, bağışlayan və bağışlamağı sevəndir. Allah Subhanahu wa Taala sevir bağışlamağı. Onu heç vaxt günahın nə qədər böyük olsa da Allah rəhmətindən ümid üzmə. Və günah sənə mane olmasın ki, sən Allaha ibadətdən, o duadan özü məhrum eləsən. Xeyr, üstünə get. Günah eləsən tövbə elə. Günah eləsən tövbə elə. Lakin sən israrlı ol, qayıtmayasan günaha, bir də qayıtsan yenə Allah sənə bağışlayacaq. Yenə israr qayıtsan günaha Allah sənə bağışlayacaq. Çox uzatmaq istəmirəm. Şeyx deyir ki, sonra sən duada israrlı ol, günah mane olmasın, fəqat istəcəballahu li iblis və huvə şərrul xalq. İblis məxluqatın ən şərlisi olduğu halda, aləmlərin Rəbbi olan Allahın əmrindən çıxdığı halda Allaha söz verib. Ləuğviyən fəbi izzətik. İzzət və and olsun ləuğviyənnəhum əcməin. Qullarımın hamısını azdıracam. İllə ibədəki minhumul muxlasın. Onlardan ixlaslı olanlardan başqa. Fikir ver. Allaha söz verib ki, qullarımı azdıracam səni. Belə bir şərri məxluq Allaha deyib ki, mən sənə dua eləyirəm. Mənə qiyamətə qədər vaxt ver. Allah Teala qəbul edib. Şeyx deyir ki, Allah məxluqatın ən şərlisi olan iblisdən duanı qəbul edəndir. Sən Allah rəhmətindən ümid üzmə, o sənin də duanı qəbul edəcək. Ona görə Allahdan istəyək. Dəyərli qardaşlar, duanın qəbul olan yerləri var, halları var. O yerlərdən, məsələn, azan iqamə arası. Fərqi yoxdur, evdəsən və ya məsciddəsən, Allahdan ehtiyatlarını istə, Allaha dua elə. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, la yaruddu du'a beynəl ədən vəl iqamə. Azan iqamə arası dualar rədd olunmaz. Deyirlər ki, nə istəyir Allah Taala'dan ya Rasulullah? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, səlullahul afiyyə fid-dunya vəl axirə. Dünyada və axirətdə Allahdan afiyət istəyin. İstəyin ki, Allah Taala sizi dünyada və axirətdə afiyətdə eləsin. Və Allahdan istəyirəm ki, Allah Taala bizi də sizi də afiyətdə yaşatsın, afiyətdə saxlasın. Allah Taala əmin-amanlığımızı davamlı etsin. Allah Taala bizi xeyir üzərində etsin. Bütün xeyirlər Allahdandır. Həmdülillah, həm qısa istədim özüməm də sizi faydalandıraq Allahın izni ilə. Velhamdülillahi Rabbil alemin.